Azərbaycan-Yahudi dostluğu əsrlərə dayanan, baxın, əsrlər boyu davam edən bir dostluqdur. Təbii ki, bu dostluqdan türk qardaşlarımızın xəbəri olmaya bilər. O zaman tarixi biz onlara izah edək, öyrədək. 18-ci əsrin əvvəlində Azərbaycanda, Qubada Qırmızı qəsəbə deyilən, bugün Qırmızı qəsəbə kimi tanınan bir qəsəbə salınır. Və bura Yahudilər köçürülür. 18-ci əsrin əvvəlində. Və bu gün də Qırmızı qəsəbəyə Qafqazın Yerusəlimi deyilir. Həmin Qırmızı qəsəbədə Yahudilər kompakt şəkildə yaşayırlar və bir neçə kənddən ibarət olurlar. İkinci Dünya müharibəsində Hitler zülmündən qaçan Yahudilər də xilas olmaq üçün Azərbaycana sığınırlar. Bəzi mənbələrin verdiyi məlumata görə minlərlə Yahudinin Qırmızı qəsəbəyə köçdüyü bildirilir. Nəyə görə məhz Qırmızı qəsəbə, niyə məhz Azərbaycan? Çünki Azərbaycan əsrlər boyu, Azərbaycan tarix boyu tolerant bir xalq olubdur. Və heç bir milli azlıq, o cümlədən digər millətlərin nümayəndələri, Yahudilər Azərbaycanda ayrı seçkilik görmədən rahat, firavan şəkildə yaşayıblar. Ona görə də 2-ci Dünya müharibəsində Hitler zülmündən qaçan Yahudilər sığınmaq üçün onlara ən təhlükəsiz yer olan məhz Azərbaycana üst tuturlar, Azərbaycanı seçirlər. Və Azərbaycana Yahudilər Hitler zülmündən köçdükcə Qırmızı qəsəbədə olan Yahudi kəndlərinin sayı artmağa başlayır. Və bir məqamı da xüsusən qeyd etmək istəyirəm, bəlkə o videonu çoxlarınız görübsünüz. İsrail parlamentində yaşlı bir deputat kürsüyə çıxır və belə bir çıxış edir. Sizə bir dövlət haqqında danışmaq istəyirəm. Bu dövlətin adını heç zaman unutmayın. Bu dövlət Azərbaycandır. Hansı ki, əsrlər boyu Azərbaycan torpaqlarında Yahudilər firavan şəkildə yaşayıblar. Və 2-ci Dünya müharibəsində də minlərlə Yahudi məhz Azərbaycana pənah aparıb, ora sığınıblar. Bunu heç zaman unutmayın deyə həmin yaşlı deputat öz xalqına müraciət edir ki, Azərbaycanın bizə dəstəyini heç zaman unutmayın deyir. Baxın, onların bizə bir vəfa borcu var idi. Azərbaycan özlərinə ikinci vətən bilirlər. İsrailin Azərbaycanı dəstəkləməyinin əsas səbəblərindən biri də məhz budur. Və Sovet İttifaqı dağılanda Yahudilərin bir hissəsi Amerikaya, bir hissəsi isə İsrailə köçdü. Azərbaycandan gedən Azərbaycanlı Yahudilər Azərbaycanı heç zaman unutmadılar. Hər zaman ürəklərində Azərbaycan sevgisini yaşatdılar. Bugün də yaşadırlar. Mən dəfələrlə Yahudilərdən müsahibələr almışam. Hər zaman bunu qeyd edirlər. Bizim iki vətənimiz var. Biri İsrail, digəri Azərbaycandır. Və 2-ci Qarabağ müharibəsi zamanı İsraildən Yahudi politologlar, Yahudi siyasətçilər Rusiya telekanallarına bağlanaraq canlı efirə Azərbaycanın mövqeyini müdafiə edirdilər. Ermənistan Azərbaycanı işğal edib, qeyd-şərtsiz Azərbaycan torpaqlarını boşaltmalıdırlar deyə çıxışlarını izlədim. Hətta bir neçə Yahudi politolog bu cümləni, eynən bu cümləni Rusiya efirində demişdi. Azərbaycan həm də bizim vətənimizdir. Amerikada yaşayan və Azərbaycandan köç etmiş Yahudilər dəfələrlə küçələrdə nümayişlər keçirdilər. Yenə Azərbaycanı dəstəkləyən nümayişlər. Bir vəfa borcu olaraq hər zaman Qarabağ məsələsində Azərbaycana əllərindən gələni dəstəyi göstərdilər. Və 2-ci Qarabağ müharibəmizi xatırlayaq. O günlər, o ağır günlər Azərbaycanın yanında neçə dövlət var idi. Azərbaycana hətta pulla xarici dövlətlər silah satmırdılar. Amma İsrail satdı. Yəni bizim qələbə qazanmağımızda İsrailin də bir payı var. Bunu biz unutmayaq. Biz də onların bizə etdikləri yaxşılığı, onların bizə göstərdikləri dəstəyi bugün unutmuruq. Yahudilər necə itirmirlər Azərbaycanın əməyini, zəhmətini, Azərbaycanın çörəyini itirmirlər. Azərbaycan da bugün Yahudilərdən gördüyü dəstəyi itirmir, unutmur. Amma bu heç də o demək deyil ki, Azərbaycan müharibəni dəstəkləyir. Xeyr, kaş dünyada sülh ola, kaş dünyada müharibə olmaya, kaş dünyada silah səsləri eşidilməyə.
özümüzə, qonşularımıza və bütün dünyaya sülh arzu edirik.